Baxı gör, nənə qız nə hədiyyə eləyir sizə? Bu nədir? Robot, bu həmin toz soranlayır evi. Həmi qab yuyur, həmi paltar yuyur. Ay mama, ondan evdə var idi. Hanı? Yaxşı, nə olar? Mən gedərəm, bundan sonra o robot sizin yeməyinizi də pişirər, paltarınızı da yuar, hər işinizi də o eləyər. Qabları yudum, dolma pükdüm, pirog pişirdim. Gördüm mətbəx çox balacadır. Balkonla mətbəxin arasını açdım. Sənin robot zatla lənət. Bu nədir? Anam evə robot alıb. Başa düşdüm, sakit dur, xahiş edirəm. Soruş gör, padrugası var. Eve iş yoldaşım gələcək, hazırlıqlı olmaq lazımdır. Barqın yanında sən tupoy çıxsan, mən biabır olacam, başa düşdün? Sən ağıllı olmalısan, etdilə məni. Necəsən mən balam? Var olduğumu dərk eləyirəm. Deməli yaxşıyam. Ana, fəlsəfədir, qız da öyle ya. Mənim oğlumun da qəşəng fəlsəfə sözləri var, düz də öyle. Ada var. Divarda nə görmüsən denə, tez ol. Xaladelnik düzəldirəm, təmir edirəm. Usta Nərbala, Pinus min... Mənim qızım 500-dən çox dil bilir. Mənim oğlum da sən nə dili bilir? Nə? İtin dilini bilir, hürə. Mənim qızım bir dənə mahnı oxuyur. Bir daha var. Açdı gül oyandı, hər tərəf halq oyandı. Dərdimdən neçə oxlan yanar, o da qalandı. Mənim oğlum... Tez get qarmon öyrən. Sən əgər oğlum qarmon çala bilsə var ha, it olub uluyaram. Vaqifəmi, kömək eləyim. Mənim atam əlsiz cim eləyə bilir. Əlsiz. Mama, atam biraz suitinə oxşadı. Mənim də atam tam şpaqatda qaça bilir. Ata qaç. Nötər? Ha qızım getmir daha. Sən zarafat elə. Cümə axşamı saat 22:30-da ARB-də.